Cümə gününün ədəblərindən bir başqası xütbə əsnasında susmaq. Xütbə verilərkən susmaq lazımdır. Boş iş görən birisinə belə səslənmək qadağan olunmuşdur. Bu da günümüzdə zahiri xətalardan biridir. Bəli, bununla biz rastlaşırıq. Mən özüm də dəfələrlə bununla rastlaşmışam. Otururuq cümədə, xütbəni dinləyirik, yanımızda olanlar bəzən turboazdan maşın göstərirlər bir-birlərinə, danışırlar, qiymətləri barədə müzakirə edirlər. Həm səni yayındırırlar xütbədən, həm özləri xütbəyə qulaq asmırlar. Həm də elə bir vəziyyətdir ki, durub deyə də bilmirsən ki, qardaş onu yığışdır xütbəyə qulaq as. Yəni, o da qadağan olunduğuna görə susaraq gözləmək məcburiyyətində qalırsan. Yəni, bu gözəl bir ibadətdir. Cümə namazı fəziləti, savabı böyük olan bir ibadətdir. Nə üçün insanlar bu ibadətlərini orada iştirak etdikləri halda həba etsinlər ki? Yəni, bu daha acınacaqlı bir haldır. Getməmək bir başqa acınacaqlı haldır. Ora getdiyin halda oradakı əcrlərdən özünü məhrum etməyin bundan da daha acınacaqlı bir haldır.